Özünüzü təqdim eləyin Mətanət müəllimə. Dəyərli komissiya üzvləri, mən Mətanət müəllim Cəbrayılova, zəhmətin qızıl hərflərlə tarixə yazıldığı Polad şəhər olan Sumqayıt şəhərindənəm. 2001-2013-cü illərdə təhsilini başa vurub, 2013-2016-cı il Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin texnologiya müəllimi ixtisasına yiyələnmişəm. Peşəkar fəaliyyətimə 2021-ci il müəllimlərin işə qəbulu imtahanında uğur qazanaraq Bakı Təbri Nizami rayonunun 251 nömrəli tam orta məktəbində texnologiya və sistem müəllimi olaraq fəaliyyət göstərirəm. Həm ixtisasımı dərindən sevməm, həm də şagirdlərimə yenilikçi yanaşmalar öyrətmək əzmim öz üzərimdə daim çalışmağı tələb edir. Davamlı olaraq bir sıra təlimlərdə və yarışlarda iştirak etmişəm. Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanında iştirak edərək 58 bal toplamışam. Fəaliyyətim boyu hər zaman özümə bir şüar seçmişəm. Ümumi liderimiz Heydər Əliyevin müəllim haqqında dediyi çox dəyərli kəlam hər zaman diqqətimdədir. Ulu Öndər deyirdi ki, həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli, eyni zamanda qəhrəmanlıq göstərən insanlardandır. Mən də ömrünü və enerjisini bu şərəfli peşəyə bağlayan, bu yolda fədakarlıq göstərən insanlardan biri olduğum üçün özümlə hər zaman fəxr edir və qürur duyuram. İnanıram ki, topladığım əzdəki islah və peşəmə olan bu tükənməz sevgim müsahibə mərhələsində də öz layiqini tapacaq. Vaxt ayırıb dinlədiyiniz üçün təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm belə gözəl təqdimat üçün Mətanət müəllimə. Afərin sənə. Afərin sənə.